Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Xoş gördük hər birinizi Təhsilə dair proqramında. Yenidən sizləri buradan salamlamaq mənim üçün olduqca xoşdur və düşünürəm ki, bugünkü proqramımızdan siz də böyük zövq alacaqsınız və böyük zövqlə bugünkü proqramımızda söhbət etdiyimiz mövzular haqda düşünəcəksiniz. Bugün biz nədən danışacağıq? Bugün biz xaricdə təhsildən danışacağıq. Bütün tələbələri, bütün valideynləri, xaricdə təhsillə maraqlanan hər bir kəsi ekran qarşısına dəvət edirik. Bugünkü söhbətlərimiz çox maraqlı, həm də çox faydalı olacaq. Mən istəyirəm, vaxt itirmədən qonaqlarımızı sizə təqdim edeyim. Bugünkü qonaqlarımız kimlərdir? Deməli, ilk qonağımız Leyla Kərimova, Xaricdə Təhsil İnfo Təşkilatının xaricdə təhsil üzrə mütəxəssisi Leyla Kərimova. Xoş gəlmişsiniz, salamlayıram sizi Leyla xanım. Çox xoşdur sizi görmək studiyamızda. Və düşünürəm ki, bugünkü söhbətlərimiz də maraqlı olacaq hər birimiz üçün. Həm mənim üçün, həm də tamaşaçılarımız üçün. Növbəti qonağımız isə Polad Hacıyev, Xaricdə Təhsil İnfo Təşkilatının xaricdə təhsil üzrə mütəxəssisi. Xoş gəlmişsiniz Polad. Sizə salamlayıram. Yəni ki, bugün söhbətlərimiz faydalı olacaq tamaşaçılarımız üçün, xaricdə təhsillə maraqlanan hər bir kəs üçün. Və vaxt itirmədən elə istəyirəm keçim söhbətimizə. Siz də yəqin ki, etiraz etməzsiniz. Xeyr, etiraz etməzsiniz. Leyla xanım, istərdim Xaricdə Təhsil İnfo Təşkilatı haqqında ümumiyyətlə tamaşaçılarımıza giriş olaraq məlumat verək. Çünki məlumatı olan tamaşaçılarımız da var, nisbətən məlumatsız tamaşaçılarımız da var. Buyurun. Təşəkkür edirəm sualınıza görə. Buyurun. Xaricdə Təhsil İnfo şirkəti, təşkilatı daha doğrusu, artıq 6 ildən çoxdur ki, fəaliyyət göstərir və xalqımıza xidmət edir. Biz bu işlə məşğul olan ilk təşkilatlardanıq. Daha sonralar bu təşkilatlar, şirkətlər artdı və bugünkü gündə 70-ə yaxın xarici təhsil şirkəti var. Amma bizi onlardan fərqləndirən cəhətlər var ki, bu da birincisi, biz heç bir imtahansız, yəni attestat yolu ilə qəbul elətdiririk. İkincisi də ki, bizdə ilkin ödəniş yoxdur. Sadəcə olaraq, yəni bununla biz tələbələr qarşısında bir qarant olaraq dururuq. Sadəcə sənədləri xarici ölkəyə göndərdikdən və dəvətnaməni aldıqdan sonra ödəniş alınır. Və qiymətlərimiz aşağı olduğuna görə bir sıra xarici təhsil şirkətlərlə əməkdaşlıq edirik və onlar bizim vasitəmizlə tələbələri xaricə göndərir. Leyla xanım, bax siz dediniz ki, ilkin ödəniş tələb eləmirik. Yəni tamaşaçılarımızda belə bir fikir formalaşa bilər ki, ümumiyyətlə pulsuz bir təhsildir, təmənnasız bir təhsildir, amma elə deyil əslində. Yəni tamamilə bütün sənədlər qəbul alınandan sonra və dəvət gələndən sonra siz demişkən, sadəcə olaraq dəvət gələndən sonra bilindən sonraki, yəni arxayın olandan sonra ki, mən bura qəbul olmuşam, ondan sonra artıq ödəniş istəyirsiniz və tələb edirsiniz. Bəli. Aha, aydındır. Leyla xanım, bax, bir çox şirkətlər var ki, hansı ki, tələbələri göndərirlər xaricdə təhsil üçün. Bax, məhz sizin şirkətin, Xaricdə Təhsil İnfo Təşkilatının digər həmin o şirkətlərdən, təşkilatlardan özəlliyi nədir? Üstün məqamları, üstün cəhətləri nədən ibarətdir? İstərdim biraz bu haqda danışaq. Deməli, biz başqa şirkətlərdən fərqli olaraq universitetlərə birbaşa, yəni universitetlərlə birbaşa əlaqə saxlayırıq və təsisçilərimiz özləri, yəni xaricdə oxuyan, təhsil alan tələbələr və müəllimlərdir. Və yenə də onu vurğulamaq istəyirəm ki, bizim digər şirkətlərdən fərqimiz odur ki, heç bir ilkin ödəniş almırıq və bununla zəmanət oluruq, yəni zəmanətçi oluruq ki, yəni tələbə yalnız dəvətnaməni alandan sonra sadəcə olaraq ödənişini eləyir və oxumağa gedir. Aydındır. Leyla xanım, bax, daha çox hansı ölkələrə göndərirsiniz tələbələri oxumaq üçün? Demək olar ki, biz bütün ölkələrlə əlaqə qurmuşuq, amma indi əslində ən çoxu bizdə tələbat hansı ölkələrədir? Türkiyədir, Ukraynadır, Amerika Birləşmiş Ştatlarıdır, Belarusiyadır və Malayziya, Çin, İngiltərə, yəni Avropanın bir sıra ölkələridir. Yəni tələbata bağlı birbaşa? Tələbata bağlıdır, yəni tələbənin istəyinə bağlıdır. Aha, irəliyən dəqiqələrdə hörmətli tamaşaçılarımız Polad bəyin də fikirlərini sözsüz ki, alacağım. Polad bəy də Türkiyə yönümündə danışacaq, Türkiyədə təhsildən danışacaq, Türkiyə Dövlət Universitetlərinə atestatla qəbuldan danışacaq, bu qəbulun sirlərindən hər birimizə danışacaq və ümumiyyətlə bəzən tamaşaçılarımız izləyirlər və kənarda haradasa görə
görəndə soruşurlar ki, necə mümkün ola bilər bu atestatla qəbul? İnandırıcı deyil bəzi tamaşaçılarımız üçün. Amma inandırım sizi ki, həqiqətən hörmətli tamaşaçılarımız, bu şans, bu fürsət məhz sizlər üçün yaradılır ki, arzusunda olanlar əgər öz vətənimizdə, öz arzuladığı ixtisasa yetişə bilməyiblərsə, başqa dövlətlərdə, başqa ölkələrdə bu ixtisasa yetişə bilərlər. Bu şans məhz sizlər üçün yaradılır. Leyla xanım, hər kəsi maraqlandıran suallardan biri də hansı sualdır bilirsinizmi? Bax, qiymətlər haqda. Hər kəs qiymətlə maraqlanır. Qiymətlər görəsən necədir? Yəni, hər ailənin maddi imkanı buna imkan verə bilməz ki, övladını məhz hansısa başqa ölkədə, xarici dövlətlərdə oxutdursun, təhsil alsın övladları. Mən istərdim qiymətlər haqda danışaq, biraz görək qiymətlər münasibdir, yoxsa yox. Buyurun. Bizim təşkilatda qiymətlər çox münasibdir. Məsələn, Türkiyədə dövlət universitetində təhsil almaq üçün $500 yuxarı qiymətlərdir. Və yəni bizim Polad bəy uzun müddət Türkiyədə çalışıb və indi hal-hazırda birbaşa universitetlərin rəhbərliyi ilə əlaqə qurur. Qiymətlər minimal olaraq? Qiymətlər minimal olaraq $500 başlayır Türkiyədə. Deməli, Ukrayna dövlət universitetlərində isə qiymətlər $700 başlayır və burada həmin universitetlərdə həm əyani, həm qiyabi şöbələr fəaliyyət göstərir. Burada da yəni universitetlərdə valideynlərin ən böyük narahatçılığı indi Ukrayna ilə bağlı nədən ibarətdir? Yəni diplomların tanınıb tanınmaması. Bəli, hər kəsin narahat edən məsələlərdən hər kəsin narahat edən bir problemdir. Ancaq üzümü tutub buradan valideynlərə demək istəyirəm ki, Azərbaycan Təhsil Nazirliyində nostrifikasiya, yəni tanınma şöbəsi işləyir və yəni onlar heç bir narahatçılıq olmadan ora müraciət edib suallarını verə bilərlər. Leyla xanım, bax siz dediniz ki, minimal olaraq qiymət $500 başlayır. Mənə maraqlıdır, bu həm bakalavr təhsilinə aiddir, həm də magistratura təhsilinə aiddir, yoxsa təkcə bakalavr təhsilinə aiddir bu? Yox, yəni bakalavr pilləsinə aid olar yəqin ki. Çünki yəni Türkiyə mütəxəssisi Polad bəydir. O sizə daha ətraflı bu barədə danışa bilər. Mən elə istərdim Polad bəylə söhbətimizi davam etdirim. Polad bəy, bax, atestatla qəbul deyəndə tamaşaçılarımızda biraz öncə söylədiyim kimi biraz qaranlıq qalır. Öncə istərdim deyəsiniz, atestatla qəbul nədir, necə aparılır, hansı şəkildə aparılır? Əlbəttə. Atestatla qəbul Türkiyədə qəbul vasitələrindən bir növüdür, bir vasitədir. Türkiyədə daha çox 2010-cu ilə qədər tək bir sistem var idi. Yabancı öğrenci sınavı deyə YÖS imtahanı adlandırılan bir imtahan var idi və onunla mərkəzi bir imtahan var idi. Amma 2010-dan etibarən bu qaldırıldığına görə universitetlərin artıq öz inisiativlərindədir ki, necə tələbə qəbul edəcəklər. Və dediyim kimi atestat Türkiyə universitetlərinin qəbul vasitələrindən bir növüdür. Digər növləri isə tələbə qəbulu nəticələrlə də mümkündür. Beynəlxalq imtahan nəticələri var. SAT, Amerikan qəbul imtahan nəticəsidir. Onunla da mümkündür və eyni zamanda da universitetlərinin özlərinin və digər universitetlərin keçirdiyi YÖS imtahanları var. Onların qəbulu, onların vasitələrlə də qəbul mümkündür. Atestatla qəbul universitetlərin daha çox işinə yarayan bir qəbul vasitəsidir. Çünki əllərində hazır tələbələrin bir nəticə olur. Çünki məktəbi bitirən bütün tələbələr, müvəffəq olmuş tələbələrin hamısının atestatı var və eyni kriterli bir nəticə olduğuna görə tələbələri seçib yerləşdirmək daha rahatdır. Və universitetlər bu yola üst tuturlar. Çünki xarici tələbələr daha çox Avropada, Amerikada qəbul vasitələri başqa cürdür. Amma Türkiyədə bu hələ sistem tam olaraq oturmadığı üçün atestatla qəbula daha çox üstünlük verilir. Bu il hələ ki yeni universitetlər də açılır, elan edirlər atestatla alıb almadıqlarını, amma hələ ki 40-a yaxın universitet var ki, onlar artıq atestatla qəbul etdiyini açıqlayıb. Bəziləri artıq qəbul haqqında nəticələr də açıqlayıblar. Polad bəy, bax biz atestatla qəbul dedikdə burada yalnız atestat qiymətləri mi nəzərə alınır, yoxsa başqa qiymətlər də rol oynayır burada? Təbii ki, başqa amillər 9-10-11-ci sinifin qiymətlərinə də baxılır. Amma daha ümumilikdə desəm, daha nəticə bir şəkildə atestat qiymətlərinə baxılır. Onun üçün tələb olunan sənədlər də mən sizə bəhs edəcəyim. Tələb olunan sənədlərdən atestat, universitetə müraciət etdiyimiz zaman atestat,
transkript və şəxsiyyətin və ya pasaportun türk dilinə tərcümə olunmuş variantı tələb olunur. Bu da ki, amma əsasən qəbul meyarı transkript və attestatdır. Bax, daha çox hansı universitetlərə tələbə göndərirsiniz, Polad bəy? Ümumiyyətlə, bəs gənclərimiz daha çox hansı universitetlərdə oxumağı arzu edirlər? Əlbəttə ki, daha çox böyük şəhərlərdə böyük universitetlər tələb edirlər, amma böyük şəhərlərdə böyük universitetlə müraciət həddindən artıq çox olduğuna görə o universitetlər başqa qəbul kriterləri gətirirlər. Tək attestatla mümkün olmur. Onun üçün daha prestijli saya biləcəyim universitetlərə daha top universitetlərin qəbul vasitələri attestatla deyil, təəssüf ki. Dediyim kimi, müraciət çoxdur. İstanbul Universitetinə bu il 25-30 min arası bir müraciət var. Bu da, amma açlığı kontenjan sayısı isə 1500-ə qədərdir. Bu o deməkdir ki, hər 200 tələbədən biri ora qəbul ola biləcək. Müraciət, kəmiyyət böyükdür, alınacaq tələbə sayısı isə azdır. Aydındır. Leyla xanımla istəyirəm söhbətimizi davam etdirim. Hörmətli tamaşaçılarımız. Bax, Leyla xanım, indi hər kəs xaricdə təhsil almağı arzu edir. Yəni, əvvəllər xaricdə təhsil almağı, yəni gəlin qəbul edək ki, tək-tük ailələrdən, ailələrin övladları, imkanlı ailələrin övladları, yəni maddi durumu buna cavab verə biləcək ailələrin övladları təhsil ala bilirdilər xaricdə. Amma bugün isə bütün yəni həm kasıb ailələrə, mən loru dildə deyəcəm, həm kasıb ailələrə, həm də orta imkanlı ailələrə, həm varlı ailələrə, ailələrin övladları təhsil ala bilərlər xaricdə. Mənə maraqlıdır, daha çox bax bizim yerli gənclərimiz, Azərbaycanlı gənclərimiz daha çox hansı ölkədə oxumağa maraq göstərirlər və nə üçün? Deyim də sizə, deməli, bizim tələbələrimiz, əsasən abituriyentlərimiz daha çox Türkiyədə yəni oxumağa, təhsil almağa üstünlük tuturlar. Amma bildiyiniz kimi, yəni Ukraynada müharibə gedir. Paradoks ondan ibarətdir ki, biz Ukraynanın müharibə şəraitində yaşadığına görə Belarusiya ilə də işləməyə başladıq və fikirləşdik ki, Ukrayna geridə qalacaq, Belarusiya üst tutacaqlar tələbələrimiz. Amma buna baxmayaraq yenə də zəngilər yəni Ukrayna ilə bağlı gəlir. Yəni valideynlər, mən də yəni razılaşıram sizin fikrinizlə. Ola bilər ki, valideynlərimiz narahatçılıq keçirsinlər və övladlarını Ukrayna deyil, başqa bir belə deyək də dövlətdə təhsil almalarını bildiyiniz kimi Ukraynanın şərqində müharibə gedir. Bəli, bu Donetsk, Lugansk, Xarkov vilayətləridir. Amma biz yəni Kiyev Dövlət Universiteti ilə işləyirik. Ona görə heç bir yəni narahatçılığı yoxdur. Yəni üzümüzü tuturuq bütün valideynlərə, hörmətli valideynlərimiz heç nədən narahat olmayın. Əgər ki, xaricdə təhsil info təşkilatı sizin övladlarınızı göndərirsə, xaricdə təhsil almaq üçün mən düşünürəm ki, burada heç bir narahatçılığa əsas yoxdur. Polad bəy, yenidən sizlə davam etdirmək istəyirəm söhbətimi. Mənə maraqlıdır bir sizminə. İndi Leyla xanıma da həmin sualı ünvanlayacağım. Mənə maraqlıdır, bax, qəbul olanların, müraciət edənlərin və qəbul olanların yerləşdirilməsi işi, qarşılanma işi. Yəni, belə bir nümayəndəniz varmı Türkiyədə ki, qəbul eləsin bizim gənclərimizi? Bu çox yaxşı və yerinə sualdır. Çünki bizə də ən çox müraciət edilənlərin qayğı çəkdikləri nöqtədir. Çünki qəbul olmaq bir nöqtədə çətin olsa da, bir proses olsa da, sonradan əsas nöqtələrdən, əsas vurğunan, üstündə durulan məqamlardan biri oradan qəbul olduqdan sonraki qarşılanması, yerləşdirilməsi, universitetdən qeydiyyatdan keçməkdəki bir günlük bələdçilik xidmətidir. Bunların hamısını biz təklif edirik tələbələrə. Əlbəttə ki, bütün tələbələrə təklif edirik, amma bizdə qəbul prosesindən sonra xidmət paketlərimizi onlara təklif edirik. Çünki Leyla xanımın dediyi kimi, biz öncədən hər hansı bir xidmət pulu almırıq. Bunun yerinə qəbul olduqdan sonra ona artıq xidmət paketlərimizi təklif edirik. Bu xidmət paketlərində ilkində məsələn ancaq vizaya qədər dəstək və vizadan sonra informasiya dəstəyi, telefon və ya e-mail bir informasiya dəstəyi varsa, ikinci və üçüncü paketlərimizdə isə orada qarşılama, yataqxana ilə təmin, bir günlük qeydiyyat keçmədə köməklik, banka hesabları, polisdə qeydiyyatda keçmədə köməklik və bir neçə daha xidmətimizə daxil olan tələbələrin rahatlığı üçün etdiyimiz xidmətlərimiz var. Aydındır. Leyla xanım, bəs sizdə necədir vəziyyət?
tələbələri qarşılayan olurmu orada? Yəni valideynlərimiz bunun üçün də narahatçılıq keçirə bilərlər ki, başqa bir dövlətdir, vaxtlarımız gedə bilərlər, özlərini narahat hiss eləyə bilərlər, sıxıla bilərlər biraz. Yəni öz vətənimizdə olduqları kimi ola bilməyəcəklər hər halda. Amma bunun üçün yəni orada bir nümayəndəniz varmı ki, qarşılasın bizim tələbələrimizi? Yenə də Polad bəy dediyi kimi, yəni bizim paketlərimiz var və valideynlərin seçdiyi paketdən asılıdır. Yəni qiymətlərimiz çox münasib olduğuna görə valideynlər yəni istənilən paketi seçə bilərlər. Yəni o paketlərin içinə yəni elə paketlər var ki, paketlər bax bir-birinə nə ilə fərqlənirlər? Qiymətə görəmi yoxsa qiymətə görə, bəli və içində olan şəraitə görə? Şəraitə görə, yəni Verilən xidmətlərə görə. Verilən xidmətlərə görə. Aha, maraqlıdır. Polad bəy, mən istərdim biraz da ixtisas seçimindən danışaq. Bax, elə ixtisas seçimi bizdə də, Azərbaycanda da bəzən fikir müxtəlifliyi yaradır. Həm valideynlərlə övlad arasında. Yəni, övlad tamam başqa bir ixtisası istəyir. Valideyn isə deyir ki, yox, mənim arzum olub ki, mənim övladım başqa bir ixtisasda oxusun. Yəni, fikir müxtəlifliyi yaranır. Maraqlı, bəs siz yönləndirərkən tələbələri, məsləhət verərkən istiqamətləndirirsinizmi? Yəni, hansı ixtisasda oxusunlar ki, gələcəkdə gəlib özlərinə daha rahat şəkildə iş tapa bilsinlər vətənimizdə? İxtisas seçimində kömək olurmu? Olur. Mən sizə başqa bir nüansda nəzərinizə çatdırım. Onlardan biri bizə gələn tələbələrin çoxunun daha ixtisası seçə bilməmiş olmasıdır. Və ixtisas seçmədə digər meyarlardan biri də attestat qiymətləridir ki, çünki elə ixtisaslar var ki, tibb, mühəndisliklərin bəziləri, memarlıq, son diş həkimliyi, hüquq, bu ixtisaslarda daha yüksək olmalıdır attestat qiymətləri. Özəlliklə tibb ixtisasında son 9-10-11-ci sinifin illikləri tamamən 5 olmalıdır. Digər tərəfdən isə ailə, tələbə seçimlərində isə biz təbii ki, tələbənin yanında olmağa çalışırıq hər zaman. Çünki həyatı quracaq, təhsil alacaq tələbədir və ona daha cəsarətli olmağını, içində olan ixtisası, tamamən istədiyi peşənin arxasına getməyi məsləhət görür. Çünki ola bilər ki, o ailəvi bir ixtisası daha çox seçməsi gərəkdiyini ailəsi desin, amma elə deyil. Onun qarantilənmiş bir işi də olsa gələcəkdir, amma özü istəmədikdən sonra universitet təhsilində problemlər yarana bilər. Ən yaxşısı tələbə üçün öz seçdiyi, özünün içindən gələn ixtisasın arxasına getməyidir. Aydın, təşəkkür edirəm sizə. Çox ətraflı məlumatlar çatdırırsınız tamaşaçılarımıza. Leyla xanım, bax, sadaladıqlarınızdan əlavə başqa hansı təklifləriniz mövcuddur? Hansı təklifləriniz var? Buyurun. Ukraynada bizim Azərbaycan üçün yeni bir təklifimiz var. Bunu da eksklüziv olaraq biz yəni Azərbaycanda ilk dəfə Xəzər televiziyasından edəcəyik. Bu da çox maraqlıdır. Bu da Dövlət Universitetinin, yəni Hazırlıq Fakültəsinə tam ödənişsiz qəbuludur. Deməli, Dövlət Universitetinin? Bəli, Kiyev Dövlət Universitetinə tam hazırlıq yəni fakültəsinə tam ödənişsiz. Bu nə deməkdir? Yəni hazırlıq fakültəsi nə deməkdir? Əgər hansısa bir ixtisasda təhsil almaq istəyiriksə Ukrayna Dövlət Universitetində, bunun üçün öncədən yəqin ki, bir il müddətinə və ya... Bu ola bilər ki, dil kursu olsun, bu ola bilər ki, yəni sadəcə olaraq onların şəraitinə uyğunlaşması olsun. Sadəcə olaraq bir illik hazırlıq kursu tam ödənişsiz. Aha, çox gözəl. Yəni, daha ətraflı məlumatı bizim nömrələrimizdən, telefon nömrələrimizdən ala bilərsiniz. Bəli, ekranlarda. Və yəni bizim saytlarımızda www.xaricdətəhsil.info və www.nolimitseducation.org saytlarından ala bilərlər. Aydındır. Bəs, bax, bizdə mən bilirəm ki, təhsil 4 illikdir. Bəzi hallarda qiyabi təhsil olanda 5 illik olur. Maraqlıdır, bəs həmin universitetlərdə təhsil neçə illikdir? Elə orada da elədir. Yəni 4 il, 5 il arası olur. Bəs biz də axı dedik, hazırlıq kursu tutalım. Hansısa bir tələbə bu hazırlıq kursundan yararlanmaq istəyir və istəyir ki, öncə gedib dili öyrənsin və dili öyrənəndən sonra təhsilinə başlasın, start versin. Həmin o dili öyrənmə müddəti, o ərəfə nə qədər çəkəcək? O bir il ərzində, yəni o hazırlıq kursu tamamilə yəni bitəndən sonra onları birinci kursa yəni qəbul edirlər. Yəni bir il müddətində sırf dili öyrənməklə məşğul olacaqlar. Bəs bu baxımdan Türkiyədə vəziyyət necədir, Polad bəy? Hazırlıqların universitetlərdə olması çox lazımlı bir şeydir. Çünki həm bu adaptasiya üçün çox yaxşıdır tələbə üçün. İlk ildən dərslərin çətinliklərinə
qapılıb sinifdə qalma kimi, dərsləri keçə bilməmək kimi olaylar, durumların olmaması üçün. Eyni zamanda yeni bir ölkə, yeni bir dildir. O təhsili tam qavramaq üçün o dili öyrənmək, terminolojisini öyrənmək çox önəmlidir. Onun üçün Türkiyədə universitetlərin əksəriyyətinin hazırlıq illəri var ki, bu qəbul haqqında arayış gəldikdən, yəni o universitetin tələbəsi olma adını qazandıqdan sonra sinifə yoxsa, kursa yoxsa hazırlıq kursuna başlamağa imtahanı verilir. Buna Türkçə deyilir, Türkçə sınavı deyilir və bəzi tələbələr imtahana getməmişdən, universitetə qəbul olduqdan sonra burada bir neçə ay hazırlaşaraq tömər sertifikat kursu ala bilirlər. O kurs sertifikatı ilə də birbaşa sinifə də başlaya bilirlər. Belə bir variantda keçərlidir. Aydındır, təşəkkür edirəm. Polad bəy, bax, bəzən bizim gənclərimiz maraqlanırlar və düşünürlər ki, əgər bizim attestatımızda qiymətlər zəifdirsə, yəni üstün qiymətlər azdırsa, yəni sadəcə azdırsa, azlıq təşkil edirsə, yəqin ki, biz oxuya bilmərik yüksək bal tələb edən ixtisaslarda. Mənə maraqlıdır, bax, tibb, diş həkimliyi, hüquq ixtisası üzrə onlar təhsil ala bilərlərmi? Doğrusu onu deyim ki, attestatında qiymətlərin çox önəmi var. Tibb, diş həkimliyi kimi ixtisaslar üçün çətindir. Amma ola bilər ki, yenə də mümkün ola bilir, ek kontenjanlar olur, əlavə yerləşdirmələr olur universitetlərin. O zaman mümkün ola bilər. Amma yenə də ixtisas seçimində daha ətraflı məlumat, yəni biz o proseduru tələbənin digər şərtlərinə də, transkriptin 9-10-cu siniflərinə də baxaraq yerinə yetiririk. Bunun üçün də yenə də bizimlə əlaqə saxlamaları, mərkəzimizə yaxınlaşmaları mütləq olan. Çünki bəzən olur telefonda məlumat almağa çalışır tələbələr. Təbii ki, ilkin şərtlər üçün telefon, qısa bağlantı, qısa məlumat önəmlidir. Amma əsas şərtlər üçün tam detaylı bilmək üçün mərkəzə yaxınlaşmaq hər zaman daha yaxşıdır. Leyla xanım, mənə maraqlı, bax, bizim Azərbaycanımızın bölgələrindən sizə müraciətlər olurmu, zənglər daxil olurmu? Bəli, bölgələrdən də zəngilər olur, yəni Bakı şəhərindən də çoxlu zəngilər olur və yəni müraciətlər çox olur. Həm tələbələr, həm də valideynlər maraqlanırlar. Həm valideynlər, həm də bakalavr pilləsinə çatmış tələbələr, hansılar ki, magistraturanı, məsəl üçün, xarici ölkədə yəni almaq istərdilər. Aydındır. Son olaraq fikriniz varmı? Var. Eşidəsiniz, çünki artıq proqramımızın biraz sonuna yaxınlaşır. Amerika Birləşmiş Ştatları haqqında da sizə demək buyurun. istəyirəm, bir informasiya çatdırmaq istəyirəm ki, Amerika Birləşmiş Ştatları ilə əlaqədar MDB və türk dilli ölkələr arasında yəni təklifimizi sürmək istəyirik və yəni yenə də biz ilkik bunlar arasında. Çox gözəl, nə xoş bizə ki, bu xəbərləri biz çatdırırıq. Amerika Birləşmiş Ştatlarında əksər firmalar TOEFL və IELTS imtahanları verməyən şagirdlərə xaricidə təhsil şirkətləri adətən Foundation proqramını təklif edir ki, bu da $14.000 civarındadır. Bəli. Biz həmin proqramı yəni $3.200 təklif edirik. Gözəl. Bu ona görədir ki, yəni Foundation proqramını seçdikdə orada yəni bir il oxumaq şərtdir, bildiyiniz kimi. Bəli. Amma bizdə yəni tələbəni qəbul etdikdə onu test eləyirlər və hansı səviyyəyə uyğun olarsa həmin tələbə, onu həmin səviyyəyə qəbul eləyirlər və o 7 səviyyəli pilləsinə hansına aiddirsə ona qəbul edirlər və bunun üçün bir il oxumaq lazım deyil. Sadəcə olaraq yəni tələbənin qavramağından asılıdır. 1 ay, 3 ay, 5 ay ola bilər və bu müddət ərzində 7-ci birliyə çatan kimi ona sertifikat verilir və Kaliforniya ştatının istənilən universitetinə yerləşdirilir. Təşəkkür edirəm Leyla xanım, həm sizə, həm Polad bəy sizə, minnətdarım studiyamıza gəldiyiniz üçün, tamaşaçılarımıza da, mənim özümə də ətraflı məlumat verdiyiniz üçün. Hörmətli tamaşaçılarımız, sizə də təşəkkür edirəm ki, bizi diqqətlə izlədiniz. Sağlaşıram sizlə, növbəti proqramımızda görüşmək ümidi ilə çalışın ki, salamat qalasınız. Sağ olun. Sağ olun, çox sağ olun.